Orada eşitdim, uşaq bir dənə dedi ki, heç kəs deməyib belə. Mən o uşaq və s. onlar maraqlandırmır. Əsas mən o birisi, o qeyd etdiyiniz o diktor, o deyir, nə dedi, İslamı nə? Cılızlaşdırmaq lazım deyil. Bilirsiniz, də maraqlıdır. Elələri var idi ki, onlar da məndən də qabaq bilirdilər ki, zəlalətləri var, hakim barədə, xuruc barədə, cihad barədə, şəri cihadla hissiyata uymuş bəzi fitnə yerləri cihadla adlandıranlar, bəzi böyük problemlər var idi ki, bunlar əhlüsünlə, üsuluna müxalif idi. Onlar barədə sus. Ukraynaya cihada çağıran heç nə deyil. Yox, onlar barədə sus, onlar barədə təriflə. Onlarla gəl otur. Onlarla, nə bilim, təmasda ol. Yəni, o məsələlər, o boyda böyük məsələləri susqinə sən dəstəklə, o fikri dəstəkləyənləri dəstəklə. Gəl bir dənə fikri məsələdə deyinə ki, dini cılızlaşdırırsan və s. və s. Yəni, budur təəccübləndirən adamı. Budur təəccübləndirən. Ola bilər, elə deyinən, bəli, öz fikri, sual verə bilərsən, nə deyinə belə. Amma görsən ki, o qərəzlidir.